Bu videonun üstündə o qədər əziyyətim var ki, oturduğum yerdə maraqlı ideyalar gəlir axı. Güya dedim ki, o səssiz kanal üçün bir dənə video çəkəm. Hansı ki, Novruz adət ənənələrini xaricə falan belə tanıtdıran bir video olsun. Salam dəyərli izləyicilərim, kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Elə bilməyin ki, yenə də vlog falan az çəkirəm. Bu video məni o qədər gecikdirdi ki, ta başdan deyim ki, belə bir ideya gəldi ağlıma. Dedim ki, səssiz video üçün, kanal üçün elə bir video çəkəcəm ki, səsə də ehtiyac olmayacaq da. Baxanda bilinəcək ki, Azərbaycanda Novruz abu havası necədir, Novruz adət ənənələri necədir. Yəni bu fikir ağlıma gəlməz olaydı. O qədər gecikdirdi ki məni. Məndə də belə bir xasiyyət var. Əgər montajda köhnə bir video qalıbsa, onu montaj etməmişəmsə, yeni videoya nə olsa belə keçə bilmirəm. Yəni istəyirəm ki, birinci köhnəni təhvil verim, daha sonra keçim yeniyə. Bunu niyə montaj eləyə bilməmişəm? Görürsüz, hələ səssiz kanalda bu video çıxmayıb. Axır dedim ki, qızlar gözləyir, eybi yoxdur. Birinci istəyirdim orada paylaşım ki, orada baxış olsun. Bura zaten siz baxırsınız da. Sonra dedim ki, yox, qızlar gözləyir, bunun nə olur olsun paylaşacağam. Niyə görə gecikdi? Çünki gözləyirdim ki, bu dekorlar ki qurulsun bulvarda. Onları da belə videoların aralarına salacaqdım. Gedib onları da çəkəcəkdim. Tam belə Azərbaycanda Novruz abu havası bilinəcəkdi. Amma çox qədər gözləməyimə baxmayaraq şəhərdə dekorlar qurulub başa çıxmadı. İlk dəfədir ki, belə dekoru gözləyirəm də. Hər zaman gözləməmişəm deyə bilmirəm bu ayın neçəsi qurulub. Fikirləşdim ki, elə yəqin ki, çərşənbənin birinci çərşənbədə qurarlar da. Qurmadılar. Ona görə bizim bu video işi də yatdı qaldı. Bacı, nə başınız ağrıdım. Bizim bu səmənə işləri də məni çox işləndirib. Yadıma düşəndə hələ də gülməyim gəlir. Səmənlər çıxmadı ki, çıxmadı. O qədər onların üstündə əziyyətim var. Hələ qısa videoda az danışmışam da. Demək olar ki, bir neçə günlər o qaldı kuxnanın üstündə. Bizim də kuxna nə boydadır ki, yəni onları saxlayım mən kuxnanın üstündə. Neçə gün qaldı. Təsəvvürlə video çəkəndə onu aparıram qonaq otağına. Nə bilim, təkrar qaytarıram mətbəxə. Gün görən kimi aparıram ora bura. Ondan sonra yoldaşım dedi ki, evi iyi götürüb. Bunlar iylənməyə başladılar. Həqiqətən də evin elə bir havasını almışdılar ki, evdən çox bərbad iyi gəlir də. Çox ağır havası var idi evin. Yəni bilmirəm, sularını çox eləmişdim, nə eləmişdimsə yaxşı çıxmamışdı. ChatGPT-də də yazdım ki, bu səmənlər yaxşı çıxmayıb. 2 reys qoymuşam. Yəni sizin də mən o səmənləri. ChatGPT dedi ki, altına pambıq qoy, sağ olsun. Yəni o qoydurmuşdum mənə pambığı. Amma bəzi yerlərdə deyirlər ki, pambıq qoyduğun üçün elə olur. Sonra radiatorun yanına apardım. Yəqin ona görə belə oldu. Axır ki, alınmadı ki, alınmadı. Özü də elə bir yorucu gün keçirdi ki, təsəvvür eləyin ki, birinci səmənləri başladım. Həm qısa video çəkdim, yəni shorts üçün, Instagram üçün, həm də bu kanal üçün uzun video çəkirəm. Bu tərəfdən uşağı sakitləşdirirəm, həm uzun video, həm qısa video. Amma bax, bu işi bilirəm də. Denən bildiyin işdən yapışdı. Bu işi yaxşı bildiyim üçün burada problem olmadı. Burada bilirsiniz ki, unla, nişastadan Novruz oyuncaqları hazırlayıram. Bunun qısa videosunu çəkmişəm. Instagramda da 200 min izlənilir. Düzdür, artıq hər yerdən mənim videolarımı götürüb öz videolar kimi təqdim edirlər. Amma bilirsiniz ki, bunu 5 il əvvəl mən özüm kəşf eləmişəm. Yəni ki, mənim öz ideyamdır bu. Ona görə bu işdə yaxşıyam deyə bu yaxşı çıxdı. O biri video üçün belə səssiz bunları hazırlayacağam. Belə 1-2 kadr kimi qoyacağam. 1-2 kadr kimi qoyacağım, amma nə qədər video çəkmişəm. Baxın, elə yaxşı ki, bu vloga saldım bunları. Amma onu sizdən xahiş eləyəcəm. İmenli Novruz videosuna girib baxarsınız. Çünki əziyyət çox çəkmişəm. Bura üçün istəmirəm ki, qalsın. Deməli, artıq sabahları yəqin gedəcək şəhərə. Deyirlər ki, bir yerdə dekorlar qurulub. İnşallah ki, o dekorları da çəkərəm. Bu bir video üçün hazırlayaram. Maşallah olsun, qısa bir zamanda buradakı videolar çox izlənildi. Həm qısa videolar olsun. Deyəsən, qısa videolar həqiqətən də çox effektiv imiş. Mən o bir kanalda yoldaşım videolarını paylaşırdım. Burada həm qısa da öz videolarımda, həm belə uzunda. Baxıram ki, bu kanalın inkişafına da yaxşı təsir göstərir. Yəni qısa bir zamanda 2000 neçə 3000-ə yaxın abunə yığıb və izlənmə saatları da yaxşıdır. Videonu əslində 2-3 gün bundan əvvəldən də paylaşa bilərdim. Mən elə doğru eləyirmişəm ki, xəbərlərə baxmırmışam. Harasa deyim sizə 3-4 gündür ki, dayanmadan xəbər izləyirəm. Gecə, gündüz Instagramın bu kəşfiyətindəyəm. Elə bir dərəcədə başım ağrıyır ki, mən 3 gündür başım heç vaxtı demək olar ki, ağrımırdı. Bu 3 gün ərzində mənim başım dayanmadan ağrıyır. Allaha dua edirəm ki, tez bir zamanda bu müharibələr hamısı bitər. Çünki irqindən, kimliyindən, ölkəsindən, dinindən, heç bir şeyindən asılı olmayaraq istəmir ki, insan körpələrə zərər gəlsin. İnsanlar belə nalə çəksin, ah çəksin, analar adamın yazığı gəlir. Ona görə də Allah bir möcüzə etsin. Bütün bu müharibələr falan hamısı dayansın. Bunları istədanda gördüm ki, çatmayan şeylər var. Hansı ki, noxud var idi, nə bilim, bir iki nə buğda falan var idi, lazım idi. Uşağı qoydum yoldaşımın yanında. Dedim ki, yəni bir möhtəşəm bir video olacaqdı. Ona görə qaçım mən tez istədiklərimi özüm alım gəlim. Sən alsan, yəni yaxşı olmaz birdən. Getdim, heç bir şey. Bunları aldım, həyecanla gətirdim. Bu qablarını da Araz marketdən almışam. Deyirəm, heç nə yox. Bu qablara verdiyim 3 manat məni yandırdı. Güya ki,
standart olsun, güya çox belə estetik görünsün deyə. 10 dənə bundan aldım ki, buna qoyacağam. Hər biri yaşıl-yaşıl çıxacaq. Qabda fərqli yaşıllıq görünəcək də. Yəni o videonun sonu elə olacaqdı, xəyalımda elə idi. Amma deyim ki, həqiqətən də Allah zəhməti yerdə qoyan deyil. Ona görə deyir ki, səndən hərəkət, məndən bərəkət. Heç biri çıxmadı. Allah üzlərini ağ eləsin, heç biri çıxmadı. Amma ona baxmayaraq mən bu videonu necə qoya bilərdim ki, artıq heç biri çıxmayıb. Bu videoların hamısını silməli idim. Çəkəndə də hələ görürsüz də nə qədər əziyyət çəkmişəm. Ona görə də oturub baş sındırdım ki, bu nə edeyim ki mən? Heç olmuyor. Yəni ortalığa çıxardığımız bir video olsun. Oturdum o Evrika olan video var. Onu düzəltdim. Allaha qurban olum. Hələsi 200 min izlənildi. İstəyir YouTube Shorts'da 200 mindən çox izlənilib. İstəyir Instagramda. Yəni çox maraqla qarşılandı. Bunlar çıxmasa belə. Ona görə deyirəm ki, Allaha qurban olum. Əziyyət çəkirsən, həvalə edirsən Allah yolunu açır, adamın yolunu açır. Tək ki belə nəsə bir şeylər cəhd eləyəsən, nəsə bir hərəkət eləyəsən. Bu da ki, şəkərburamızdır. Deməli bunu qovrulmuş fındıq ala bilərdim əslində qabıqsız, amma uşaqlığımda anam bunu həmişə belə qabıqlı formada alardı. Daha sonra biraz belə qovurardı, qabıqlarını çıxardardı. İçərisində nə ki belə işə yaramayan, belə çəlimsiz olanlarını gözləyərdim, mən götürərdim. Elə dadlı gələrdi o mənə. Dünyanın ən dadlı fındığı kimi falan gəlirdi də, yəni. Burada da keçirəm, şəkərburanı hazırlayıram. Deməli süddür, bildiyiniz üzərə xama qatmışam, yağ qatmışam, un qatmışam, yumurta qatmışam. Hamısı ilə birlikdə yoğururam. Qəşəng yumşaq bir xəmir alınmışdı. Amma ki biz faciələrə doya bilmirik. Qəşəng xəmir alınmışdı alınmağına. Elə gözəl xəmir alınmışdı. Deyim ki, bəlkə də indiyə kimi 2-3 resti bişirirəm. Amma elə qəşəng xəmirim çıxmamışdı da heç. Nəysə xəmiri yoğurdum. Denəyin ki, yəni o vaxt niyə xəmir yoğurursan? Adam bunu gün ortadan eləyər, səhərdən eləyər, bütün günü bitirər. Axşam saat 11-də xəmir yoğurmuşam. Getdim uşaqları yatızdırdım. Qayıdıb gələnə uşaqlar sağ olsunlar. Gec yatdılar, qayıdıb gələnə xəmir acımışdı, köpmüşdü. Yəni ki, xəmir elə acıdı ki, həmən günü bir də Allaha yalvarırdım ki, yəni sadəcə bu şəkərbuların üstünə elə belə tələsik naxış vururdum ki, yata bilim. Yuxudan ötürü rəhim gedirdi. Və naxışlar da itdi, bildiyiniz üzərə, çünki şəkərbura acımışdı. Yəni zamanlama düzgün değildi, amma resept düzgün idi. Çox dadlıydı, çox yumuşaq. İnanırsınız, bəlkə də indiyə kimi bu qədər yumuşaq, bu qədər gözəl şəkərbura heç vaxt hazırlamamışdım. Amma paxlavanı düzgün vaxt elədim. Paxlavanı səhərsi gün elədim. Səhərdən elədim özdə. Elə rahatlıqla elədim ki, necə deyim sizə, paxlava ideal çıxmışdı da. Yoldaşım dedi ki, yəni möhtəşəmdir paxlava. İndi bu qədər işi əslində video çəkdiyimə görə uzanır. Video çəkməsəm, hicab filan taxmayanda rahatca qolvu belə çırmalayırsan, başlayırsan iş görməyə, onda rahat olur. Bu qədər videoda ən hissləndiyim, ən belə çox pis əsəbləşmədiyim yorğunluqda, yəni çox yorğun olduğum bu şəkərburanı eləyəndədir də. Onu bilirəm ki, necə yalvarırdım, ay Allah, nə olar, elə belə eləyirəm. Tək yəni bitsin, gedim biraz yatım. Yuxudan ötürü ölürdüm burada. Yadınızdadsa, keçən ildə demişəm, belə hər yerdə də deyirəm, mən ümumiyyətcə gedib bunları ala bilərəm də, düzdür. Hərəsindən 5-6 dənə alaram. İmkanım çatmaz. Yəni 10 dənə alaram hərəsindən, amma ala bilərəm. Amma mən çox tərəfdarıyam ki, şəkərburadır, paxlavadır, yəni şirniyyatdır, bizim zamanımızdakı kimi evdə bişirilsin. Uşaqlar Novruz bayramının mahiyyətini başa düşsünlər. Uşaqlar sevinsin. Uşaqlar nə deyim, ananın belə isti o şirniyyatlarından yesinlər. Bu xatirədir də hamısı uşaq üçün. Yəni çox gözəl bir şeylərdir. Mən tərəfdarıyam ki, bunlar alınmasın, evdə hazırlansın. Nə qədər yorğun olunursa olunsun. İdeal olmaya bilər. Şəkərburanın naxışları ideal olmaya bilər. Dadı ideal olmaya bilər, amma bişirilən hara, gedib mağazadan alınmış hara. Biraz böyüyəndə nə danışacaq? Övladımız öz övladlarına nə xatirə danışacaq? Deyəcək ki, Novruz bayramında atam gedərdi, hərəsindən 5-6 dənə alardı şəkərbura, paxlava. Normalda da evdə olurdu, onsuz da o. Yəni nə kimi bir xatirə vermişik övladımıza, ona baxmaq lazımdır. Amma biz də çalışırıq, yəqin ki, çox ailələr də belədir. Çalışırıq ki, şəkərbura paxlavadır, bacardığım qədər hazırlayım, ocaq qalamaq olsun və yaxud yumurta döyüşdürmək olsun, yumurta boyamaq olsun. Bunlar olunsun ki, o da böyüyəndə öz övladlarına, övladımız da danışanda nəsə bir xatirəsi olsun, desin ki, biz də belə eləyərdik. Uşaqlara çox maraqlıdır. Bu hava evdə başqa olur, belə əylənirlər, keflər açılır. Digər bir variantda hər şey mağazadan alınma, yəni o olmur. Şəkərburanın naxışlarını gördünüz də. İndi ürəyinizə gələr ki, mən naxışı normalda da elə vururam. Yox, həmişə anam mənə vurdurardı. Naxışı o qədər gözəl vururam normalda. Amma ki, orada məcbur idim. Ya ağ qoymalıydım, yuxudan ötürü ürəyim gedirdi. Ya da elə o fasonda böyük elədim. Dədə babadan da elə eləyirlər deyə özümü
özümə təsəlli verə-verə, yəni elədim bitdi. Elə bilirəm ki, dekorlar bu yaxında qurulacaq. Elə bütün günü video çatdırmağa çalışıram, tez-tez çəkirəm. Əlimi atdım, gördüm ki, göyərti yoxdur. Nəsə bir təsdiq olmalıdır. Yox, videonu çəkməliyəm, tez çəkməliyəm deyə göyərtini də gözləyə bilmərəm. Evdən süni güllər tapdım, corab tapdım, yumurtaları atdım içinə. Bu üsul bilirsiniz də, analarımızın üsuludur. Deməli, birinci soğanın qabıqlarını götürürsünüz, yığırsınız belə bir qaba. Qabın üzərinə su əlavə edirsiniz, qaynadırsınız, soğanın qırmızılığı çıxır. Corabın içərisinə əslində normalda yumurtanın üzərinə hansısa bir göyərtini qoyursunuz, kişnişi məsələn, kişniş daha yaxşı olur. Kişnişi qoyursunuz və yaxud cəfərini üzərinə corab bağlayırsınız, sıx, hansı ki göyərti tərpənməsin və atırsınız, bu soğanın suyuna olur qəşəng. Yumurtalar bişənə qədər dedim bu xonçanı da aradan çıxardım. Hər il dediyim kimi bilirsiniz ki, xonçalarım bütün universitetlərdə birinci yerə çıxıb. Yəni istəsəm əgər burada möhtəşəm bir xonça da düzəldə bilərəm, amma mənim öz evim üçün hazırladığım xonça budur. Çünki bundan həqiqətən də uşaqlığımın iyi gəlir. Yəni əsl dədə-baba xonçası budur. Sizə elə bir şey də qeyd etmək istəyirəm. İndi təzə çıxdı, bu il çıxdı. Bu Paska bayramındakı dovşanlardan dekor olaraq dovşanlardan istifadə edirlər. Mənə bu artıq çox acıq gəlir. Çünki bizim öz milli adət ənənələrimiz var. Dovşan hardan çıxdı? Bizdə dovşan olmayıb heç vaxt. Başa düşdüm. Deyirlər ki, dovşan yazın gəlməyini simvol edir, amma fərqi yoxdur. Yəni yazın gəlməyə aid o qədər şeylər var ki, o bilirsiniz necə gedir. Bu xonçalar mini garden kimi gedir də, yəni mini bağça kimi gedir, amma Novruza aid bir şey deyil. Novruza aid bildiyiniz bu xonçadır. Üzərinə də gördüyünüz kimi hansı ki əl işləri düzəltmişdim, paxlava, şəkər, bula filan, onları bura qoydum. Bu şamlar da ki mən almışdım düzdür, amma indi Araz marketdə var bu şamların uzunu. Eyni belədir, amma biraz daha qalın və uzundur. Onlardan alırım. Onlar çox gözəl qalar xonçada. Necə bir qoçaq bacınız var ki, artıq burada paxlava hazırlayıram. İndi keçdim paxlavaya. Paxlava inanılmaz dadlı çıxmışdı da, çox qəşəng çıxmışdı. İnanırsınız, yoldaşım hələləm şeyi bəyənən deyil də, yəni ağzından yaxşı söz çıxsın. Hələm olmur. Dedi ki, paxlavaya söz ola bilməz də, çox ləzzətlidir. Paxlavanın içliyini almağa gedəndə mütləq hili iyiliyin. Bir də görürsünüz ki, hilin iyi elə zəif olur ki, yəni o qədər əziyyət çəkirsən, hilin iyi gəlmədiyinə görə paxlava olmur. Bu səfərki hili yaxşı çıxmışdı. Amma keçən il mənim yadımdadır ki, nə qədər əlavə etsəm belə hilin dadı gəlmirdi. Video çəkirəm, uşağı da yatızdırmışam, o ayılana qədər eləməliyəm. Bu bilirsinizsə, kənd həyatı kimi videolarda elə olmalıdır, orada səs olmamalıdır. Ancaq bəbəş yatandan yatana eləyə bilərəm və yaxud başın qatıb eləyə bilərəm. Ona görə də ki, operativ işləyirəm. İnanırsınız, orada onu eləyirəm, burada bunu eləyirəm. Gözləmirəm də biri bitsin, daha sonra o birini eləyim. Elə hər tərəfli iş görürəm. Bəbəş yatıbsa, görürsünüz, burada şərbətdir, mən artıq orada xəmiri açıram. Özdəki hərəsindən bir neçə kadr falan çəkmişəm, çox çəkməmişəm. Amma özünüz bilirsiniz də, bu şəkər bura paxlava adamın nə qədər zamanını alan bir şeydir. Normalda da bu bişinti işlərini ideal bacarmıram da, bilirsiniz. Amma necə oldusa mən nazik, çox nazik bir paxlava açmışam. Deyəcəm indi sizə nə ilə. Sən Allah baxın, yəni heç bilinmir ki, bunu mən yaymışam. Nə olsun, biraz əyri falan da, amma nazik idi də, çox qəşəngdir. Bunu nə ilə yaymışam? Bunu un əvəzi nişasta vurmuşam. İnanırsınız, nişasta ilə nə gözəl açmaq olurmuş. Nazikdir də. Görürsünüz, altdan əllərim görsənir hətta. O dərəcədə nazikdir. Hə, ona görə bundan belə un yox, nişasta ilə açın. Dadına falan təsiri etmir. Birdən soruşarsınız. Dadı çox gözəl idi, mükəmməl idi deyə bilərəm. Həm dadı, həm də ki, görünüşü mükəmməl idi. Belə də almaqdan çox sərf eləyirik. Şəkərburanın biri olub artıq 2 manat. Yəni niyə onu alasınız ki, bişirmək həm sərfəlidir, həm bilirsiniz ki, özünüz bişirmisiniz, həm evdən qoxu çıxır. Hər tərəfli, yəni məncə bişirin. Novruzun əsas işlərindən biri evi dərindən təmizləməkdir. Hələ təmizləməmişəm, 1-2 yeri təmizləmişəm. Ona görə də gələn videoda yəqin ki, evləri təmizləyərəm. Amma ki, bu xarici kanalda atdığım səssiz videoda orada bütün Novruzun adət ənənələrini yığmağı düşünürəm. Ona görə də onun linkini mütləq paylaşacağam. Digər kanalda olacaq, onu mütləq izləyərsiniz. Paxlavanı da bildiyiniz üzrə çıxartdım. Biraz bişirəndən sonra aralarını tam belə yağladım, qəşəng yağda olacaq şəkildə. Ondan sonra yenidən qoyuram, bişsin biraz daha. Ən sonda isə çıxarıram, hansı ki kənarda hazırladığım belə soyulmuş şərbəti üzərinə əlavə edirəm. Burada paxlava isti olmalıdır, amma şərbət isə ilıq olmalıdır. Hər tərəfli əlavə edirəm, çox ləzzətli olur. Sonda isə yenə də belə kəsirəm oradan-buradan ki, görüm ki, əgər birdən hansısa yeri qalar, şərbət tam belə girə bilsin arasına. Təsadüfdən elə gördüm ki, Hüseyin Novruz şəkli çəkir, elə mənə də bu lazım idi ki, uşağın da orada nəsə elədiyini çəkim. Ona görə də verdim
özümüz Hüseynin yanına onu çəkdiyi şəkildə bir kadr çəkmişəm. Çərşənbədir. Burada da elə əlavə bir şey almamışam. Düzdür, evdə nə varsa onlardan başladım bir süfrə hazırlamağa. Çərşənbə süfrəsi hazırladım. Tərəzilər qoydum. Əvvəlki onsuz da qab var idi ki, düzəltmişdim. Onun içərisinə səməni qoydum. Onun düzəldilməsi videoda yoxdur YouTube'da, amma ki qəşəng görsənir. Bu da ki bişirdiyim şəkərbura paxlava deyərdim, amma ki onlar deyil. Çünki onları yedilər, artıq bitdi. Mən isə bunları marketdən almışdım. Biz tərəflikdə bir söz var. Başım əldə olsa, düşünürəm ki, başım mənim də əldə olsa, bu şəkərbura paxlavadan bir də bişirim inşallah. Düzün deyim ki, burada son anda yadıma düşüb ki, bugün çərşənbədir. Ona görə getdim bir dənə aş hazırladım. Başqa bir yemək çatdıra bilmərəm. Çünki mən yeməyi biləndə ki, bugün çərşənbədir. Saat artıq bilməm 4-5 radələri idi. Göy aşı qoydum içərisinə. 1-2 dənə dedim çölmə plov hazırlayarıq, ördək hazırlayarıq. Yoldaşım gələnə saat elə oldu ki, heç birini hazırlaya bilmədik. Çünki orucun açmağımıza az qalmışdı. Bu yumurtaları da Hüseynin flomasteri ilə eləmişəm. Onu da elə o cür rənglədim, qoydum. Onu bilirəm ki, yoldaşımla bir-birimizə baxa-baxa qaldıq ki, nə hazırlayaq ki, tez bazar alına bilsin. Amma heç bir şey ağlımıza gəlmədi. Güya ki, mən bu süfrəni fikirləşirdim ki, heç olmayan milli yeməklərimizdən olsun, şah plov falan. Yəni təqdimatda Novruz bayramında belə bir yeməklər görsənsin. Amma ki, çox gec olduğu üçün hər biri qaldı. Biz də qərar verdik ki, elə manqalda nəsə hazırlayarıq, aşla yeyərik. Yoldaşım burada işdən elə yorğun gəlmişdi. Həm yorğun idi, həm orucuydu. Amma dedim ki, balaca da olsa bir tonqalda elə həm Hüseyin üçün qalayarıq, həm də ki, mən videoya çəkərəm. O manqalı qalayana kimi süfrənin ayrı detallarını çəkdim. Burada inanırsınız, süfrəni bir dəfə yığmışam. Bir dəfə yığıb uzun video çəkmişəm. Təzədən o süfrəni boşaltmışam. Boşaltdıqdan sonra təzədən bir dənə də süfrəni təzədən yığmışam, Instagram üçün çəkmişəm. Burada elə operativ iş görürəm. Həmən vaxtı bəbəşin şalvarını çıxardıram. Belə corabla qalır. Ev düzdür, istidir, soyuq olmur, narahat olmuyor. Buna görə deyirdim, çatdıra bilməyəcəyik. Bizim hələ bir dənə manqal nədir ki, o yeməyimiz bişməyib, artıq iftar. Bəbəşin niyə dedim, ayaqlarını açıram. Bəbəşin ayaqlarını açanda elə qəşəng qalır ki, kritik zamanlarda bunu edirəm. Ən sonda isə belə aşı dəmlədiyim aşı götürdüm, gəldim süfrəyə. Yoldaşım da elə bişirdiyini götürdü, gəldi. Yemək filan yedi, elədik. Ondan sonra isə dedi ki, gedək ocağı qalayaq. Belə vaxtlarda adətən Həsən də götürüb gəlirəm süfrəyə. Adamın elə ürəyinə pis gəlir ki, o divanda qalanda. Hüseynin bu boyda çərşənbədən ən çox gözlədiyi bir bu ocaqdır, bir də ki yumurta döyüşdürməkdir. Ulan. 中国那些没几个龙出了。啊。 Ailəlicə hamımız da elə ağırlığımız, uğurluğumuz bu odda qalsın dedik, çullandıq. Ən sonda isə düzdür, qorxurdum, ocağımız çox iri idi deyə dedim birdən yanıb eləyərik, amma ki ona baxmayaraq ən sonda isə yallı getdi ocağın ətrafında, səsini isə verə bilmirəm, birdən təlif haqqı gələr. Yumurtaları da döyüşdürdü. Yumurtanı döyüşdürəndən sonra yoldaşım o qədər yuxusu gəlirdi ki, getdi yatmağa. Mən isə Hüseynə dedim ki, Hüseyn gəl papağatda videosu çəkək. Çünki heç kim yoxdur gedib çəkmək üçün, həyətimizdə çəkək ki, videoya əlavə eləyə bilərəm. Videonu istəyirəm ki, burada sonlandırım. Bunu çəkərkən o qədər gülmüşük ki, gələn videolarda inşallah görüşənədək ümid edirəm ki, videonu bəyənmisiniz. Sağ olun, salamat qalın.